Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun doğru söze tabi olan hər bir kəsə. Keçən videolarımızda hicabı və İmam Hüseyin əleyhissalamı təhqir edənlərdən söz açdıq. Məscid əvəzinə kilsəyə gedib dua edən, içki içməsindən gülə-gülə danışan və daha sonra utanmadan mən də müsəlmanam deyənlərdən bunu gözləmək heç də təəccüblü deyildir. Amma zahirdə müsəlman, ilahiyyatçı və ruhani kimi özünü təqdim edənlərdən bunu gördükdə insan təəssüf hissi keçirir. Gördüyünüz bu şəxs zahirdə ilahiyyatçı kimi özünü təqdim etsə də dini savaddan nə qədər yoxsul olmasını biraz sonra görəcəksiniz. Bu adam haqqında qısa araşdırma apardıq. Amma bir suala cavab tapa bilmədik. Hacı Təyyar kimi tanınan bu şəxs kimdir? İlahiyyatçı, müğənni, reklamçı, yoxsa düşmənin dəyirmanına su tökən düşmən muzduru? Bu videoda Hacı Təyyarın dinin dəyərlərini necə məsxərə etməsinin şahidi olacaqsınız. Buyurun, izləyin. Oğlan, bu qızın başını bağlamaq, açmaq oğlanın işi deyil. Bu qızın öz işidir. Yəni oğlan sən başını bağla, Ümumiyyətlə xanıma aid olan bütün geyimlərə kişi müdaxilə eləyə bilməz. Ümumiyyətlə xanıma aid olan bütün geyimlərə kişi müdaxilə eləyə bilməz. Nə geyinir, geyinə bilər. Nə geyinir, geyinə bilər. Nə geyinir, geyinə bilər. Bütün nə gözəl, nə geyinir, geyinə bilər. Rəhman və Rəhim olan Allahın adı ilə. Ya Rəsulum, mömin kimsələrə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, naməhrəmə baxmasınlar, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünən istisna olmaqla zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər, zinət yerlərini ərlərindən, yaxud öz atalarından, ərlərinin atalarından, öz oğullarından, ərlərinin oğullarından, öz qardaşlarından, qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları müşrik cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını yerə vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız. Nə gözəl, nə geyinir, geyinə bilər. Amma biz necədir? Baxın, xanım üçün İslam dində heç bir qadağa yoxdur xanım üçün. Bütün modelyerlər nə kəşf eləyirlər, nə düzəldirlər ki, ərsəyə gətirirlər xanımların xoşuna gəlsin, xanımlar ona istifadə eləsin. Maraqlıdır. Görəsən sənin qızın və həyat yoldaşın sabah istədiyi geyimdə küçüyə çıxsa, yenə də bu cür gülə-gülə baxacaqsan, deməyəcəksən ki, ay qızım, ay xanım, Allahın istədiyi şəkildə örtün, onları nəsiyyət edib yol göstərməyəcəksən, insan azaddır, nə istəyirsiniz edin, kef edin deyəcəksiniz, qadın üçün heç bir qadağa yoxdur deyirsiniz. Bunu özünüz kəşf etdiniz, nə üçün Quranı, Allahın ayələrini məsxərə edirsiniz? Diqqət edin, bu dırnaq arası ilahiyyatçı deyir. Bütün modelyerlər nə kəşf etsə, nə hazırlasa, geyinmək olar. Bir daha dinləyək. Baxın, xanım üçün İslam dində heç bir qadağa yoxdur xanım üçün. Bütün modelyerlər nə kəşf eləyirlər, nə düzəldirlər ki, ərsəyə gətirirlər xanımların xoşuna gəlsin, xanımlar ona istifadə eləsin. Buyur, ay İslama ləkə olan hacı. Bax, bu da müasir modelyerlərin hazırladıqları. Hansı vicdanlı və qeyrətli mömin bunları qızına, həyat yoldaşına alar? Bəs sən necə? Alarsanmı? Cavab verməyinə ehtiyac yoxdur. Çünki bunun cavabını elə verilişdə verdin. Hansı ədəbiyyatda yazılıb ki, xanım filan paltarları geyinməz? Hansı ədəbiyyatda yazılıb ki, xanım filan paltarları geyinməz? Hansı ədəbiyyatda? Sən onu aparıcıdan soruşursan?
O hardan bilsin ki? Onun da işi gücü sənin kimi İslamı məsxərə etməkdir də. Mahnı oxumaq əvəzinə gedib Nur surəsinin təfsirini oxu. Öz nəfsindən danışıb həm özünü, həm də digərlərini bədbəxt eləmə. Mən sizin də başı üzr istəyirəm belə diqqətli bir balaca baxdım o başınızda belə. Mən sizin də başı üzr istəyirəm belə diqqətli bir balaca baxdım o başınızda belə. Gözün çıxsın ay hacı. Bəs bilmirsən ki, başqasının naməhrəm qadınına diqqətlə baxmaq olmaz? Buna da heç bir ədəbiyyatda rast gəlməmisən? Elə isə bir daha dinlə. Rəhman və Rəhim olan Allahın adı ilə. Ya Rəsulum, mömin kimsələrə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu, onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Bura bax hələ, bu deşiyə baxın. Yox. Hər yer bağlıdır, bir dənə bura açıq olmaz. Bura bax hələ, bu deşiyə baxın. Yox. Hər yer bağlıdır, bir dənə bura açıq olmaz. İnsana bəzi həcilər yoxlasın xidmət edir şeytana bəzi həcilər Həzilidən danışır insana bəzi Yarma qəşək görsənmi? Yox, pis deyil, yaxşıdır belə. Göz salamdır. Yo, nə- Yarma qəşək görsənmi? Yox, pis deyil, yaxşıdır belə. Göz salamdır. Sadəcə mən- odur ki, xanım qəşəng görsənsin. Bəli, bəli. Sadəcə mən odur ki, xanım qəşəng görsənsin. Bəli, bəli. Hicab sözü milliləşdirəndə örtünmək, bir balaca klassik geyinmək, bir balaca örtülü geyinmək, bir balaca geyim mədəniyyəti filan. Biz necə hicab, fundamentalist... Hicab sözünü milliləşdirmək bu hardan çıxdı? Hicabın və örtünmənin birazı olmur, ay hacı. Biraz Allahın qanunlarına qarşı ədəbli ol. Biraz həyan olsun. Biraz da elmin olsun. Qadın Allahın buyurduğu üzvləri kamil şəkildə örtməlidir. Biraz yox. Mən görürəm ki, siz çox yumuşaq seçkimin xətrinə dəymək istəmirsiniz. Bəli, o sizin xətrinizə dəyməmək üçün geyindiyiniz paltara yaxşı deyib. Başınıza diqqətlə baxan, bir sözlə Allahın qanunlarını sizlərə görə tapdalamağa hazır birisidir. Yox, o daha belə cazibəli olur orada. Yox, o daha belə cazibəli olur orada. Makyaj etmək olar belə Niyə abartılı. olmur? Başa düşmədim. Elə bu sürmə həmişə olub. Yox, nəşə olmur. Mən bəzənib toya gedirəm. Onunla taxılır, başımı da bağlayıram. Niyə? Gözəllik deyil. Bu gözəl qadın gözəl görünməlidir də. Bəli, bəli, qadın gözəl. Hicab o demək deyil ki, mən o bədbinliyə qaçılaq və sonra bağladık, belə çıxdıq getdik. Baxın, baxın. Yox, baxın. Makyaj etmək olar belə Niyə abartılı. olmur? Başa düşmədim. Elə bu sürmə həmişə olub. Yox, nəşə olmur. Mən bəzənib toya gedirəm. Onunla taxılır, başımı da bağlayıram. Niyə? Gözəllik deyil. Bu gözəl qadın gözəl görünməlidir də. Bəli, bəli, qadın gözəl. Hicab o demək deyil ki, mən o bədbinliyə qaçılaq və sonra bağladık, belə çıxdıq getdik. Baxın, baxın. Yox, baxın. Mübarək Nur surəsi 31-ci ayədə Allah-u Teala qadınlara belə bir göstəriş verir. Ondan qabaq 30-da kişilərə göstəriş verir, sonra qadınlara ki, gözünüzü, nəfsinizi digərlərinin haqqı olan naməhrəmlərdən saxlayın. Bəs niyə bu ayəyə əməl etmirsən, ay hacı? Qızlar getməyin siz, elə burada durun. Və bu da ağ rəngdə. Bəli, bu da ağ rəngdə, bu da krepdən hazırlanıb. Biraz çox arıq əslində qızlar üçün hazırlanmış model. Çünki gördüyünüz kimi drapirovkaları var və arxası xamut açıqdır, əl işidir. Ağın qızınla sıçtaniyası çox sevirəm. Baxdım, paltar görmədim, ona görə bax. Yox, elə Əslində paltar yox idi, baxam. Yox, paltardır, qəşəng, bunu da geyinənlər. Ön tərəfdə paltar var idi, arxada bilmirəm nə var. Xanıma müraciət edin orada. Stilist Gülə xanım. Hacı, ətərsən. Dini modelyer kimi əlavə eləyim də. Buyurun. Hə, dini modelyer, burada, onsuz da bura qadın verilişdir, mən Bəli, bəli, buyurun. Tamam. Demək, xanım, adınız nədir, xahiş edirəm sizdən? Gülə. Sevinç xanım. Sevinç Ay, xanım. Gülə xanım, Sevinç xanım. Hə, Sevinç xanım, ümumiyyətlə, bu mən o birisi paltarları yarısına baxdım, yarısına baxmadım, o gələn gedən xanımlara. O necə olur? Nə bilim, Gözaltı baxırdı ya. dini modelyer kimi əlavə eləyim də. Buyurun. Hə, dini modelyer, burada, onsuz da bura qadın verilişdir, mən Bəli, bəli, buyurun. Həcilidən danışır insana
bəzi həcilər, yoxlasın xidmət edir şeytana bəzi həcilər. Həcilidən danışır insana bəzi həcilər, yoxlasın xidmət edir şeytana bəzi həcilər. Bu, sizə göstərdiklərimiz sadəcə bir verilişdə olan biabırçılıqlar idi. Biz müsəlmanlar və möminlər, Hacı Təyyar kimi tanınan dırnaqarası ilahiyyatçıdan tezliklə bütün müsəlman və möminlərdən etdiyi biabırçı əməllərinə görə üzr istəməsini tələb edirik. Əziz müsəlmanlar, bu videonu bacardığınız qədər paylaşın. Ta ki dinimizi məsxərə edənlər də bunu görsünlər. Gec də olsa etdiklərinə görə üzr istəsinlər. Və sonda sözümüzü Qur'anın mübarək ayələri ilə bitiririk. Quranı inkar edən zümrənin vəd olunduğu yer cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən gələn haqdır. Lakin insanların əksəriyyəti buna inanmaz. Allaha iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allahın huzuruna gətirirlər. Şahidlər belə deyərlər. Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir. Bilin ki, zalimlar Allahın lənətinə gələcəklər. O kəslər ki, insanları Allah yolundan döndərir, onu əymək istəyirlər. Onlar, məhz onlar axirəti inkar edənlərdir. Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də yoxdur. Onları 2 qat əzab gözləyir. Onlar haqqı eşidə bilməz və onu görməzlər. Quranı inkar edən zümrənin vəd olunduğu yer cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən gələn haqdır. Lakin insanların əksəriyyəti buna inanmaz. Allaha iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allahın huzuruna gətirirlər. Şahidlər belə deyərlər. Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir. Bilin ki, zalimlar Allahın lənətinə gələcəklər. O kəslər ki, insanları Allah yolundan döndərir, onu əymək istəyirlər. Onlar, məhz onlar axirəti inkar edənlərdir. Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də yoxdur. Onları 2 qat əzab gözləyir.